İlk öncə izləyəcəyiniz bu görüntülərdən dolayı hər birinizdən çox-çox üzr istəyirəm. Bütün qadınlar hicab taxarsa, cəmiyyətin əxlaqı hədsiz dərəcədə pozular. Çünki kişilərin axı qadın əzasına baxma ehtiyacı var. Təbiət etibarı ilə qadının kişidən zövq alması, kişinin də qadından zövq alması mütləqdir. Bu onun əri, arvadı olması demək deyil. Yəni ümumi küçəyə çıxanda kişi 100 dənə qadın keçirsə, onun bir onunu görüb ani zövq almalıdır. Və ümumiyyətlə, əxlaq bilirsiniz nədir? Əxlaq o demək deyil ki, qadın bürünməlidir ki, ona kişi baxmasın. Əxlaq odur ki, qadın belə kıçın üstə qoymalıdır. Deməlidir ki, hünərin var, bax. Görüntüləri izlədiniz. İnsan bilmir nə danışsın, nə desin. Buna necə cavab versin? Bu küçə qadından nə cür cavab verəsən? Bir ruhani olaraq cavab verəsən, axı bunun dindən xəbəri yoxdur. Bir dəfə də olsun Allahın kitabını açıb mütaliə eləməyib. Əks halda bilərdi ki, Allah Taala Qurani-Kərimdə kişilərə tapşırıb ki, cəmaatın namusunu görəndə baxmayın, gözünüzü aşağı salın. Və həmçinin qadınlar çıxanda örtünməlidirlər ki, kişilərdə bu şəhvət hissini yaratmasınlar. Bu cəmiyyətin sağlam qalması üçün lazımdır. Yəni Allah bizi bunun qədər düşünməyib. Bu insanları çox istəyir, birbaşa olaraq Allahın dediyinin əksinə deyir. İnsanların psixologiyasına pis təsir edir deyə lazımdır ki, qadınlar gərək açıq-saçıq olsunlar. Hətta onlar ki, hicablıdırlar, hicablarını açsınlar. Nəyə görə? Ona görə ki, hər hansısa bir kişi çöldə bunlara baxıb rahat bir şəkildə ləzzət apara bilsin. Çünki bu küçə qadını özü elədir deyə Azərbaycanın digər qadınlarını da özü kimi görmək istəyir. Əslində bu, Azərbaycanın təkcə hicablı xanımları haqqında danışmır ha. Bu çöldə, şəhərdə gəzən bizim bütün ana və bacılarımız hicablı olsun, olmasın, fərqi yoxdur. Hər birini alçaldır, hər birini təhqir edir bu sözləri ilə. O cümlədən də Azərbaycanın qeyrətli oğulları. Odur ki, burada təkcə gözləməyin ki, bu hicab barəsində danışır, dindarlar reaksiya versinlər. Mən namaz qılan deyiləm və yaxud da mənim xanımım hicablı deyil. Xeyr, hər birimizi alçaldır. Bütün Azərbaycanı, kişisini və xanımını. Hər birini alçaldır. Deyir, qadın çölə çıxanda gərək özünü açıq bir şəkildə açıb qoysun ortaya. Çöldə tanımadığı bir kişi rahat bir şəkildə buna baxıb ləzzətini alsın. Düşünmədən ki, bu hər hansısa bir kəsin namusudur, hər hansısa bir kəsin xanımıdır, anasıdır, bacısıdır. Fərq eləmir, baxıb ona ləzzətini almalıdır. Bir gün psixoloq adı altında ortaya çıxırlar, bir gün jurnalist adı altında ortaya çıxırlar, bir gün deputat, bir gün müğənni, bir gün sənət adamı. Hər dəfə bir donla bürünüb, çıxıblar ortaya, başlayırlar bizim dəyərlərimizi vurmağa, ailələrimizi dağıtmağa, övladlarımızı əlimizdən almağa. Adiyyəti qurumlar da hər zaman olduğu kimi yenə də yuxudadırlar. Bir sual eləyən yoxdur ki, hansı ağlın sahibi sənə lisenziya verib ki, sən psixoloq ola bilərsən? Sənin özünün psixoloji problemin var, ay bədbəxt, ay yazıq. Bax, sözüm Azərbaycanın bütün cəmiyyətinədir. İstəyir xanımlar hicablı olsun, hicabsız olsun. İstəyir bəylər namaz qılan olsun və yaxud da namaz qılmayan olsun. Sözüm hər birinizədir. Bu əxlaqsız küçə qadınını hər hansısa bir yerdə gördünüzsə, ağzının payını verin. Yoxsa günü günlər bunların sayı göbələk kimi çoxalacaq ölkədə.